Bəziləri kəndi sakitlik üçün sevər. Bəziləri yalnız uşaqlıq xatirələrində axtarar kəndi. Amma elə insanlar da var ki, torpağın nəfəsini dinləyər, səsini eşidər. Ona sadəcə əlləri ilə yox, anlamaq üçün bütün qəlbi ilə toxunar. Onun üçün kənd sadəcə yaşıl bir mənzərə deyil, bütöv bir həyat, bir nəfəsdir. Bura Azərbaycanda ilk agroekoturizm məkanı Biogardendir və torpağın nəfəsini öz içində daşıyan insan Etibar Nuriyev, sahibkar. ...2008-ci ildə Şəkinin Öyrət kəndində 8 hektarlıq sahədə başladım bu yola. Özüm iqtisadçıyam, amma mən kənd həyatının, torpaq ətirinin sevdalısıyam. Sadəcə təsərrüfat yox, böyük xəyallar qurmuşam. Avropa, Çin, Orta Asiya ölkələrində agroturizmin necə təşkil edildiyini öyrənmişəm. Öyrəndiklərimi öz torpağımızda yaşatmaq üçün. Bilirsiniz, əslində Biogarden sadəcə təsərrüfat deyil, bura şəhərdən kəndə qayıdışın hekayəsidir. Flora, fauna, landşaft hər biri xüsusi məqsədlə, incə zövqlə qurulur. Hər il minlərlə turist gəlir. Tələbələr burada təcrübə keçir. Burada hər daşın, hər ağacın, hətta hər meyvənin öz hekayəsi var. Kənd təsərrüfatını gələcəyə daşımaq üçün təkcə məhsul yetişdirmək kifayət deyil. Dəyər yaratmaq lazımdır. Biz kənd həyatını turizmə inteqrasiya etdik. Ənənəvi ailə fermer təsərrüfatı da bu inteqrasiyada əsas rol oynamalıdır. Fermer artıq öz məhsullarına başqa cür baxmalıdır. Tutaq ki, taxıl yetişdirdi və sonra onu çörəyə çevirmək, bu çörəyi pişirib turistə təqdim etmək, onun hekayəsini danışmaq. Bax, əsas fərq budur. Biogarden bunun canlı modelidir. Bu torpaqda hər məhsul sona dək dəyərə çevrilir. Əlbəttə ki, iş varsa çətinlikləri, sınaqları da olacaq. Belə məqamlarda Kobya yanımızda oldu. Agentliyin təmin etdiyi müxtəlif dəstəklər təsərrüfatımıza yeni nəfəs verdi. Kobyanın bizi təltif etdiyi dayaq mükafatı ilə isə motivasiyamız daha da artdı. Dövlət dəstəyi inkişafımızda həqiqətən də xüsusi paya malikdir. Mən torpaqda sabaha inan tapdım. Hər əkdiyim toxumda yalnız məhsul yox, həm də ümid böyüdürəm. Torpaq adətən öz möcüzələrini gizlədir. Onları yalnız səbirli, düşünən və inanan insanlar görə bilər. Və mən bilirəm ki, bu torpaqlarda hələ çox hekayələr yazılacaq.